Elhamdülillahi Rabbil alemin. Salavatullah Teala melâketihi ve enbiyaihi ve resulihi cemi halqihi seyyidina Muhammedin ve ala ali Muhammed aleyhi ve aleyhimusselam ve rahmetullah Teala berekatuhu. Esselamu aleyküm ve rahmetullah. Kâle Resulullah sallallahu aleyhi ve sellem haccetun mebruretun hayrun mined dünya ve ma fiha sadaka Resulullah. Möhtərəm cemaatül müslimin, məlumdur ki, İslam dini 5 təməl üzərinə bərqərar olmuşdur. Bunlardan birincisi kəlmə-i şəhadətdir, ikincisi namaz qılmaqdır, üçüncüsü oruç tutmaqdır Ramazan ayında, dördüncüsü malının zəkatını verməkdir və beşincisi də hac ibadətini, ziyarətini yerinə yetirməkdir. Bunların anlamı budur ki, bir insan kəlmə-i şəhadət gətirib, müsəlman olduqda, küfürdən, şirkdən üz çevirib Allah-u Teala'ya döndükdə, Allahu veliyyüllezine amenu ayəsi ilə Allah Teala'nın dostu olmuş olur. Allah iman gətirənin dostudur, vəlisidir. Və lakin insan fitrət etibarilə unutqan olduğundan Allah Teala o vəlayətini, Allahla olan dostluğunu qoruyub saxlasın deyə ona namazı əmr eləyir. Namaz elə bir ibadətdir ki, onu icra eləyəndə, bəli, insan vəlayət mərtəbəsinə meyrac yolu ilə ucalmış olur. Amma bir insan bunu əldə etmirsə, buna onun nəfsi mani olursa, nəfsini islah etmək üçün Allah Teala Ramazan ayında oruç tutmağı əmr edir ki, o oruç tutmağın nəfsini tərbiyələndirsin. Əgər bununla da alınmırsa, ona bu işlə maniçilik eləyəcək, mani olacaq şeylər, dünya işləridirsə, dünya varidatıdırsa, o mu pulun quludur, pul mu, dünya malı mı onun quludur, özü üçün müəyyənləşdirmək üçün Allah Teala buyurur ki, malının 40'dan birini zəkat ver. Bunu da verdikdən sonra öz canında, özündə bir tənbəllik görsə və ya da bunları etdikdən sonra Allah-u Teala onu qonaq çağırmaq istəsə, onun nitqinə salır, yolunu açır ki, o bəndəsi hac ziyarətinə getmiş olsun. Həm pulunu xərcləyir, həm canını bu yola sərf eləyir. Qədim zamanlarda haccın öz çətinlikləri vardı, bugünlər öz çətinlikləri var. Və hac ibadəti Allah Teala'nın müsəlmanın üzərinə ömründə bir dəfə gücü çatsa, səhhəti yol versə, yollar açıq olsa icra etməsini əmr etmiş olduğu ibadətdir. Bu elə bir ibadətdir ki, Peyğəmbərimiz Əleyhissalatu vesselam hədis şərifində buyurur ki, Həccətun məbrurətun xayru minəd dünya və ma fiha. Qabul olunmuş, məbrur olan bir dənə hac, dünya və dünyanın içərisindəki hər şeydən xeyirlidir. Yəni, sənin dünya qədər varın, devlətin və bunları qazanacaq qədər sənin fərasətin olsa və bunların hamısından Allah Teala'nın yoluna əl çəksin, Allah yolunu təsəddüq etmiş olsan, sənin üçün bir dəfə məqbul olunmuş, qılınmış hac bu dünyanın içərisindəki hər şeydən daha xeyirlidir, deyir Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Hac elə bir ibadətdir ki, möhtərəm cəmaat, bu insanı Allah-u Teala'ya yaxınlaşdıracaq, bu qeyd etdiyimiz kimi evliya edəcək bir dənə itaət və ibadət növüdür. Hacda icra olunacaq bütün ərkan simvolik ərkanlardır. Məsəl üçün, kəfən yerinə eyninə bağlayacağın sənin ehram, Kəbənin başına dolanacağın təvaf, Allah-u Teala'nın ərşinin, rəhmətinin başına dolanmağın misalıdır. Səfa və Mərva təpələrinin arasında hacının səy etməsi, 7 qat səmalara üruc etməsi kimidir. İbrahim Peyğəmbərimizin ayağının izi olan yerdə 2 rükət namaz qılması, o məqamda Allah-u Teala'ya 2 rükət namaz qılmağını, İbrahim Peyğəmbərin ayağının, qədəminin yolunda olmağını təqdim etməsi deməkdir. Qurban kəsdikdə, mən sənə bəndəçilikdə bu qoyunun üstündəki tüklərin sayı qədər, yunun sayı qədər canım olsa, hamısını bir-bir fəda edərdim. Amma insandan qurban qadağan etdiyin üçün bu heyvanı sənin yolunda kəsirəm deyərək özünün qulluğunu Allah-u Teala'ya bildirməsidir. Cəmərlərdə daş atmaq, onu yaman yollara sövq eləyən şeytana, öz nəfsinə, nəfsani duyğularına, şeytan duyğularına
etirazını bildirməkdir, daş atmaq deməkdir. Yəni bunların hamısı evindən çıxan, inanan, namazını qılan, orucunu tutan, malının zəkatını çıxardan, sonra evindən çıxaraq saymış olduğu bu ayinləri icra edən, yerinə yetirən bir müsəlmanın bu işlərin tamamında, bəli, möminliyində, Allah Teala ilə olan dostluğunda kamil bir müsəlman kimi, yetkin bir mömin kimi Allah dostu olaraq evinə qayıtması və orada görmüş olduğu, yaşamış olduğu əhvalı, yaşamış olduğu cəmiyyətə o ab-havanı gətirməsi və örnək olması deməkdir. Möhtərəm cəmaət, hac barəsində kitablarımızda rəvayətlər var, hədislər var. Bu 1400 illik İslam tarixi boyunca rəvayət olunan bəzi hadisələr vardır. Bu məsələlərdən bir neçəsini sizin üçün qeyd etmək istəyirəm. Bəli, və dəxi buyurulmuşdur ki, hac eləyənlər və ümrə eləyənlər Allahu Teala'nın qapısına gəlmiş saillərdir. O qapının sailləri hər nə istəsə, rədd olunmaq yoxdur və duaları da müstəcəbdir. Və hər kimə şəfaət eyləsələr, şəfaətləri də məqbuldur. Allah-u Teala'dan kim istəsələr, bu onlar üçün məqbuldur. Allah-u Teala verər, Allahın evliya qulu, seçilmiş quludur deməkdir. Zuhrətül Abidin kitabında yazılmışdır ki, Həzrət Sərvər-i Aləm Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurmuşdur ki, bir kimsənə Beytullah hac eyləsə, fisq, fücur eyləməsə, yəni yol boyu səbirsizlik, nalayiq işlər və s. görməsə və fühuşat söyləməsə, nalayiq sözlər danışmasa, o kişi günahından çıxar, pak olur, anasından doğulduğu gün kimi olur. Əsasən, keçmiş zamanlarda hacca, Peyğəmbərin zamanında da çalışıblar ki, piyada getsinlər. Son zamanlara qədər. Ne üçün nə qədər məşəqqəti çox olursa, o qədər Allah-u Teala'ya qarşı yaxınlıq peyda olur. Məsəl üçün, burada yazılıb ki, və dəxi buyurulmuşdur ki, Haqq Teala ol, ayağa əzab eyləməz, Beytullah tərəfinə yürümüş olsa. Və dəxi buyurulmuşdur ki, hac yolunda piyada yürüyənlərin hər addımına 700 həsənat, yəni savab verilə. Hərəm həsənatından, hərəm savabından deyərək Peyğəmbərimiz əleyhissalam buyurdu. Sual edilər Peyğəmbərimizdən ki, ya Rasulullah, hərəm həsənatı nədir? Buyurdu ki, qeyri həsənatın 100-ü kimidir. Yəni 700-ü 100-ə vuranda nə alınırsa, nə hansı rəqam alınırsa, yəni sadə əməllərdən, qeyri əməllərdən daha fəzilətlidir. Hər addım piyada hacca sarı atılmış olsa. Burada misallarını da çəkəcək, indi inşallah onlar da çalışacağım ki, sizin üçün ərz edeyim. Və dəxi Kəbə mələkləri hacca gəlmiş zavarlara dəvənin üstündə gəliblərsə salam verirlər, atın uzunqulağın üstündə gəliblərsə əllə görüşürlər və əgər piyada gəliblərsə əziz, çoxdandır görmədikləri bir yaxınlarını gördükləri kimi onları qucaqlayıb qarşılayırlar. İbn Abbas radiyallahu anh buyurmuşdur ki, cəmi ənbiya, bütün peyğəmbərlər hac etmişlərdir. Hətta Ərəfat çölündə bir dənə yer var, orada bir məscid var tikilib o məqamın üstünə. Həmin yerdə çox sayda peyğəmbərlər hacca gəldiklərində namaz qılır. Yəni ki, Adəm əleyhissalamdan peyğəmbərimizə qədər hac ayini olubdur. Və Kəbənin ətrafında, hərəmində çox sayda peyğəmbərin qəbri var. Və o cümlədən də Kəbənin yanında, həyətin Kəbənin lap biçiyində olan o dairəvi yerdə İsmail əleyhissalamla anası Həcər anamızın qəbri bulunmaqdadır. Yəni, hac peyğəmbərlərin əməli olduğundan haccı icra edən insanlar peyğəmbər əməlini işləmiş olurlar.
İmam Hüseyin İbni Ali, Allah hər ikisindən də razı olsun, 25 dəfə hac qılıbdır. Hansı İmam Hüseyin hacca gedəndə onun atla, dəvə ilə getməyə imkanı da olubdur. Yol da elə dəhşətli uzaq deyil. Mədinədədirsə, məsəl ki, Məkkəyə gəliblər. Amma və lakin tərcih edib ki, yükünü at daşıyırsa da özü piyada getmiş olsun. Və indi bundan sonra çəkəcəyimiz misallarda evliyaların adları. Məsəl ki, Muğire İbni Həkəm 50 dəfə hac getmişdir. Həm ayaq yalan və piyada olaraq. Və Əbu Abdullahil Məğribi 97 kərrə hac elədi piyada və azuqa götürmədən. Yəni Allah Teala elə güvəniblər ki, göydən onlar üçün elə süfrə açılıb, mələklər onlarla elə görüşüb ki, Allaha o qədər təvəkkül edib arxayın olublar ki, özlərinin azuqa belə piyada getsələr də özlərini götürməyiblər. Və 120 yaşında da vəfat eləyib bu Allah dostu. Və dəxi Sinan-ı Dinuri 16 kərrə hac elədi, yayan və yalın ayaq və azuqəsiz. Bəli, bu şəkildə. Yəni, bəzən sual eləyirlər ki, bir dəfə getdin kifayətdir də, hər dəfə, çox dəfə getməyin nə mənası var? Təkrar edirəm, hac ziyarətində ibadət etmək, hac tamamlıqdan sonra xüsusi ruhani əhval olur. Olub onlarda, evliyalıq, onlar mələkləri görüblər, Peyğəmbər əleyhissalatu vesselam Mədinədə görüşüblər, Peyğəmbərin əlini tutan, səsini eşidən, Peyğəmbərə salam verdi, Peyğəmbərin onun salamını aldığını görən hallar olub. Onun üçün də çalışıblar ki, çox dəfə hac ziyarətinə getmiş olsunlar. Bəli. Burada qeyd etmək istədiyim bir misal var. Bir neçə misalda onları da ərz edib. Məsəl üçün, Şeyx Çeşdi Həzrətləri öz qövmünün əşrəfi ilə, yəni şərəfli, tanınmış qəbilə başçıları, alimləri ilə hac ziyarəti tamam etdikdən sonra Mədinəyə gəlib və Peyğəmbər əleyhissalama salam verib, salam verdikdə hamının eşidəcəyi şəkildə, minlərlə eşidəcəyi şəkildə Peyğəmbər əleyhissalam türbə-i saadətindən Şeyx Çeşdi Həzrətlərinin salamını alıb və cəmaat da eşidib və o ərz eləyib ona ki, ya Rasulullah, mən sizi ilə məna aləmində görüşürəm. Çünki məna aləmində evliyalar Peyğəmbərimizlə görüşürlər. Hətta namaz qılanda Əssəlamu aleykə eyyuhən-nəbi və rəhmətullah bərəkət oxuyanda, o ət-təhiyyatda, təşəhhüddə. Əgər Əssəlamu aleykə, sənə salam olsun, eyyuhən-nəbi, ay Peyğəmbər, oxunan yerində Peyğəmbər əleyhissalamı görməyiblərsə, o namazı tezdən qılıblar Peyğəmbərlə görüşmək üçün. Demək, haradasa qəflət elədilər. Dedi ki, sizinlə məna aləmində görüş, amma təmənni edirəm, sizi burada cismən ziyarət eləyim, sizə toxunum. Və Peyğəmbərimiz əleyhissalatu vəssalam əlini orada Rövzə-i Saadətindən Şeyx Çeşdi Həzrətlərinə vermiş olur. Bunu da xalq orada tamam görmüş olur və təmənni eləyir ki, onlardan, Peyğəmbərimiz əleyhissalamdan ki, biz Hindistanda müşriklər bizi ilə cəng eləyirlər, bizim azlığımızdan istifadə edir. Necə ki, bu günlərimiz Arakanda və Hindistanın özündə müsəlmanlar əziyyət verirlər. O dövrdə ciddi müharibələr olub. Bizə tövsiyə elə, bizə yardım elə. Peyğəmbər əleyhissalam da Şeyx Çeşdi Həzrətləri bir nar verib orada təqdim eləyib və o hacdan qayıtdıqdan sonra o narı açıb və kafirlərin üzərinə dənələrini açanda hər dənəsi bir atəş olub və müsəlmanlar kafirləri orada qalib gəliblər. Yəni, hac ibadətinə gedəndə onların məna aləmində bəsirətləri açılmış olub. Burada məsələn bizim yaxınlığımızda olan Şeyx Şamil zamanının evliyalarından olan Şeyx Kuntu Hacı Kişiyev, böyük evliyalardan olub. Peyğəmbər əleyhissalatu vəssalamla Mədinə-i Münəvvərədə görüşüb. Peyğəmbər əleyhissalam ona evliyalıq yolu verib və bu günləri o İnquşların, Çeçenlərin, Dağıstanın bir hissəsindən Qadiri təriqətində olan o ritualları filanları Peyğəmbərimiz əleyhissalatu vəssalam ona təlim eləyib 1800-cü illərin yəni hadisəsidir. Elə İmam Şamilin özü sürgündən ki ona icazə verirlər
gəlir Osmanlıya, Osmanlıdan yola salırlar hacca, Mədinə-i Münəvvərəyə gəlir, haccını tamam etdikdən sonra Məkkədə, Mədinədə Peyğəmbər Rövzə-i Saadətin qabağında durur. Peyğəmbərimizə "Əs-salatu vəs-salamu aleykə ya Rasulallah." Allahın salamı, salavatı olsun sənə ey Allahın peyğəmbəri deyəndə, orada xalqın hamının eşidəcəyi şəkildə Peyğəmbər əleyhissalam onun "Və aleykəssalam ya Şamil" deyərək salamını aldığını xalq eşidib və o qədər bu təəccüb doğurub ki, orada insanlarda ki, bu kimdir? Onu hündür bir yerə çıxardıblar və xalq Şeyx Şamil, İmam Şamili ziyarət eləyib və vəfat etdikdə də onu Bəği qəbirsə, Mədinə qəbirsə hər hansı bir yerdə ya Peyğəmbərimiz əleyhissalamın əhl-i beytinin, qızlarının, xanımlarının dəfn olduğu gürgahda, gorgahda İmam Şamili dəfn ediblər. Beləliklə, demək ki, ora gedər insanlarda belə əhvallar olurdu. Məsələn ki, bizi Qubadan misal çəkmiş olsaq, bir qrup insan Qubadan Azərbaycana hacca gedir və hacda pulları tükənir və gəlirlər orada bir ərəbin yanına, alimin yanına və nə edəcəklər, nə edə biləcəklərini, hardan pul əldə edib, nə iş görə biləcəklərini sual eləyirlər və o da deyir ki, sizin məmləkətdən burada bir zat gəlir ibadət eləməyə. Siz əgər onunla məsləhətlisiniz, o daha sizə gözəl yol göstərmiş olar. Və çalışıram ki, rivayəti uzun qısaldım. Onun o ağsaqqalın yanına gəlirlər və ərzhal eləyirlər. O da onlara kömək edəcəyini söz verir və bir müddət Məkkənin içində yürüyürlər. Bir neçə bu Azərbaycanlı Quballarla və Məkkənin kənarına çıxırlar. Orada vadilər var. Su çıxır oradan və yaşıllıq olur və yaşıllıq olacaq bir yerə gəlirlər. O vadi yürüyürlər və həmin ağsaqqal birdən bunlardan soruşur ki, buranı tanıyırsınızmı? Bir baxın. Baxırlar ətrafı görürlər, bəli tanıyırıq. Bu İspiqin dikdiridir. Yəni İspiqə gedən yoldur. Bəlkə o diş birinin yanı olub, ya necəsə. Deyir, buradan o tərəfə gedə bilərsinizmi? Deyir, bəli, gedə bilərik. Deyir, sizə bir şey deyim. Bir təsbih verir və bir də həsa verir həmin o adamlara, hacılara və deyir ki, xınalığa gedərsiniz. Mənim orada evladım var. Seyd Qələm az yaşdadır. Deyirsiniz ki, baban Cabbar baba. Bu təsbih və bu əsanı sənə hədiyyə verdi. Və onlarla sağollaşıb, halallaşıb ayrılırlar. Birdən bunların ağlı başlarına gəlir ki, ay balam, biz indi Məkkədə idik. Biz nətər oldu ki, bura gəlib çıxdıq? Yəni təyi məkanla, bəsli zamanla. Və istəyirlər ki, o ağsaqqalı dönsünlər, tezdən soruşsunlar, iltifat etsinlər, görürlər ki, artıq yoxdur, qayib olub. Və onlar gəlirlər xınalığa, xalqdan soruşurlar və bir dəstə uşağı gətirirlər ki, adı Seyd Qələmdir və həmin o təsbih və əsanı verirlər ki, bu hacda Cabbar baba adında sənin baban olacaq zat bunu sənə verir və söhbət əsnasında məlum olur ki, Seyd Qələm babanın Cabbar adındakı babası bir neçə yüz il bundan əvvəl vəfat eləyib. Və hacdan gələn o əşyaların, o müqəddəs əşyaların Allah-u Teala'nın vermiş olduğu özəlliklərlə, xüsusi mənəvi özəlliklərlə Seyd Qələm baba Sovet hakimiyyəti qurulduqda, kolxozlaşma devrində, 37-ci ildə ruhanilərə əziyyət verib, xalqı dindən soyudanda, xalqı güclə Allahsız kınışkası paylayıb, Allahdan bezbojnik deyib uzaqlaşdıranda, müharibə illərində xalqın dindən dönməməsi üçün bütün partiyanın maşınının Allahsızlıq təbliğ etmiş olduğu həmin illərdə xalqın daha da Allaha möhkəmcə inanması üçün əslində heç bir şey danışmayıb, nə mədrəsəsi olmayıb, nə məscidlər bağlı olub, ciddi əməl eləyə bilməyiblər. Amma öz əhvalı ilə xalqın içində bir hacı evladının, bir Allah vəlisinin nümunəsini orada göstərmiş olub. Həm özü sonraki illərdə, 40-cı illərdə vəfat edib, onun evladları Seydi baba, Əbdürrəhman baba və onların da evladı Suvahil baba həmin o paklığı, o nümunəni ta 90-cı illərə qədər qoruyublar, gözləyiblər və xalqın içində Allahın ayəti, nümunəsi, bürhanı səviyyəsində olublar. Yeri gəlmişkən onu da deyim ki, xalq
xalqın düşüncəsində hacıya hörmət eləmək var. Xüsusən 90-cı illərdə hacca gedənlərə daha doğrusu çox hörmət edir. Çünki xalqın yaddaşında belə hacılar var idi. Belə hacılar var idi ki, bəli, hacı Allah-u Teala'nın evliyasıdır, duası da məqbuldur. Çünki elə görmüşlər, elə bilirlər. Məsəl ki, mənim nəslimdə Hacı Məhəmməd Çələbi əfəndi, atası Hacı İbrahim Çələbi əfəndi, ondan sonra Hacı Nemətullah Çələbi əfəndi, onun qardaşı Hacı Əhməd Çələbi əfəndi, böyük qardaşı Hacı Mahmud Çələbi əfəndi, bu tərəfdən babalarımdan Hacı Əbdülhüseyn babam. Məsələn, bunlar şəxsiyyətlər və nümunə insanlar. Onlar istəyirdilər ki, bugünün zamanımızın hacıları da onlar kimi olmuş olsunlar. Amma nə təəssüf ki, hacca gedib evliya olmaq, yəni görmürəm mən bunu. Yəni xalq da görmür bunu. Misallar, eybəcər misallar çəkmək istəmirəm, amma hac demək, hacda evliya olub gəlmək deməkdir. Və oradan gələn, məsələn, kuzələr mi olub, Məryəm saçı deyirlər olub, mumya olub, bunun kimi şeylər xalq tərəfindən bugünə qədər qorunub, saxlanır və təbərrükən bu gün də onlardan istifadə olunmaqdadır, evlərdə saxlanılmaqdadır. Hətta mənim ulu babam Hacı Məhəmməd Çələbi əfəndi çox böyük İslam abi, bəzilər deyərlər ki, nə bilim şirkdir filandır. Hacı Məhəmməd Çələbi əfəndi indi yəni o şirk deyən adamların, alimlərinin 1000 dənəsini cibinə qoyub aparacaq səviyyədə böyük bir alim olub və o 7 dəfə hacca gedib bir atla və qoca halında vəfat eləyir, at da qoca olur, o da ölür. Həmin bir gündə hacı da ölür, at da ölür. Özünü gətirirlər Qubada dəfn eləyirlər. Atı isə aparıb çaya da ata bilərlər, canavarlar, çaqqallar yesin deyə. Amma o ata da hacca gedib gəldiyi 7 dəfə hörmət eləyiblər, onu yuyublar, onu ağa büküblər və qəbristanlığın bayırında o atı bastırıblar. Və heyvan dəli olanda, ev heyvanları, məsələn, mal, at və s. balasını qoymayanda, sahibini incitəndə türbət gətirərdilər o qəbrinin üstündən. Heyvana verəndə dəli heyvan sağalırdı. Balasını incitən, sahibini incitən heyvan yəni əhl olurdu. Beləliklə hacla əlaqədə hər şeyə ehtiram edərdilər. Hətta həm Hacı Məhəmməd Çələbi əfəndi hacca gedəndə o hacda görmüş oldular, qəribə əhvallardan deyirəm sizə. Öz kəndlərində olan Naxırçı Əhməd adında bir cavan adamın orada ibadət etdiyini görür. Demək ki, bu hacca bizim bilmiş olduğumuz yolla gəlmək deyil. Tərfətül Əyn içində zamanı, məkanı keçərək bir gəlməkdir və ay Əhməd, niyə biz sənin bu əhvalından xəbərdar deyilik deyəndə bunu xalqa deməməyi təmənni edir. Lap yaşlı vaxtında Hacı Məhəmməd Çələbi əfəndi bunu xalqa deyir, Hacı mən deyiləm, Hacı Naxırçı Əhməddir deyir və bundan sonra onun sirri aşkar olduğundan Naxırçı Əhməd kənddən qayib olur. Yəni məqamı ziyarət olaraq vardır, qəbri isə yoxdur. Və yaxud da ki, digər bir misal. Qələgah əfəndilərindən İbrahim əfəndi. Yeri gəlmişkən onu da deyim ki, o əvvəllər hacca gedəndə mütləq bir misal əvvəl Təkkə, sonra Məkkə. Gələrlər Təkkəyə, şeyxin, ustadın, alimin yanına məsləhət eləyərlər. Sonra əfəndi şəri ərkanı, qayda qanunu təlim etdikdən sonra o hacca yaraşırsa, lazımdırsa, çünki onlar onun əhvalını, adamı bilirlər ki, bu hacca gedib gəlsə, gəldikdən sonra yaramaz hərəkətlər görə bilər və onu ustadla məsləhət etdikdən sonra göndəriblər. Kəlbi adında Gümür kəndindən bir kişi də gəlir, məsləhət eləyir. Deyir ki, sənə adın bir qədər münasib deyil. Bu da tərcüməsini demək istəmirəm. Sən adını Hacı Hüseyin qoyuram. Hacca da gedəndən sonra Hacı Hüseyin olacaqsan, deyir. Və Hacı Hüseyin əfəndidən təmənnidir ki, bəs bizə əmir kim olsun? Deyir ki, Məkkəyə çatana qədər əmir sən ol. Amma orada ərəblərdən soruşanda sizə əmir təyin olunacaq. Və bunlar bu minvalla hacca gedirlər, Məkkəyə çatırlar və Məkkədə ərəblər deyirlər ki, sizdən burada bir nəfər var, bir alim, hər il hacca gəlir, tez-tez buralarda olur və sizə o əmirlik eləyəcək. Və bir də baxıb görürlər ki, əfəndi babanın özü. Çünki evliyalar
təyin məkanla, hətta hər həftə hac ziyarətində olurlar. Hətta onların evliyaların vəfat etdiyi üçün ruhaniyyətləri belə hac ziyarətinə hər həftə getmiş olur. Və Əfəndi bunu görəndə bunlar həyəcanlanırlar və Əfəndi onlara haccın ərkanını əmirlik edərək təlim edir. Bu hadisəni şəxsən bunu mən hansısa bir naxırçıdan eşitməmişəm. Yəni ağızdan ağız olan iş deyil. Afurcadan İshaq Əfəndinin oğlu ki, anası da Cənnət Məkan Əblab Əfəndinin qızıdır, Fatıma bacı. Tacəddin müəllim Pirəmsən kəndində yaşayırdı. Ali savadlı müəllim, ələm şeylərə, məlumata inanmayacaq bir adam. O dedi ki, bəli, bu hadisə çox məşhur idi xalqın arasında. Hacca gedən gəlib danışdılar ki, bəli, Əfəndi baba bizə orada biri, ikisi, üçü, yəni təvatür deyirlər buna. Yəni bir nəfərin yox, o gedən adamların çoxunun, arzusu hamısının rəvayəti ilə sabit olan hadisə. Demək ki, hacca gedən adamlar o devirdə hacda belə şeylər görürdülər orada və çünki özləri də pak idi, halal pulla gedirdilər, halal insanlar idi və Övliyallah da halal insanlarla eyni kanalda, eyni yolda, eyni cərəyanda, eyni xətlə istiqamət edən adamlar bir-birinlə orada bəli, tapşırırlar. Bu barədə çox rəvayətlər var, onları danışmaqla söhbəti uzatmaq istəmirəm. Beləliklə, möhtərəm cəmaət, Zuhrətül Abidin kitabında buyurulmuşdur ki, hacı öz evinə girmədən xeyir duasını almaq cəhəti ilə onun qabağına çıxmaq lazımdır. Və dəxi bir kimsənə hacıya sarı gəlib qucaqlasa, görüşsə, peyğəmbərlərdən 1000 peyğəmbərə qarşı gəlib görüşmüş kimi savabı vardır. Demək ki, hacı gedəndən bəli, hacı peyğəmbər kimidir artıq. O da pak olmalıdır, əməlləri, düşüncələri, xalq içərisindəki rəftarı. Və dəxi buyurulmuşdur ki, ol Allah-u Teala haqqı üçün ki, məni peyğəmbər göndərmişdir. Hər bir dirhəm ki, hacı hac yolunda xərc olunur, xərc eləyir, birinə dünyada 2 əvəzi verilmiş olur. Qeyri-axirətdə isə, amma axirətdə isə hər bir dirhəmə 10 kərrə 100.000. 100.000-in 10 dəfəsi milyon eləyir zənnimcə. Allah Teala savab vermiş olur. Və hər dirhəm mizanda Cəbəl Əbu Qubeys qədər, Əbu Qubeys dağı qədər ağır olur. Və dəxi buyurulmuşdur ki, bir kimsənə 2 hərəmin birində toprağa düşsə, yəni ki, ölsə, ya Kəbənin hərəmində, ya Peyğəmbərin məscidin hərəmində, anın dəftəri açılmaya, sorğu-sual hesaba çəkilməyə açılmaya və yevmül hesabda hesabı görülməyə və həman var cənnətə gir ona deyilmiş olar. Zira ki, yevmül həşrdə, qiyamət gündə Kəbəyə bir neçə dəfə qiyamət günü xalq dirilib, sorğu-sual üçün Ramazan ora gətirilir, Ramazan-ı Şərif, Qur'an-ı Kərim meydana gətirilir, orada zikirlər dirilir, bir məxluqlar ki meydana gəlir, bir neçə dəfə Kəbənin yanına gedilir mələklər ki, məhşər meydanına gəlmiş olsun. Yazır ki, burada Kəbə naz eləyir Allah-u Teala'ya. Deyir ki, gələrəm o vaxtda ki, kimlər ki məni ziyarət eləyiblər, kimlər ki məni tavaf eləyiblər, kimlər ki yolda ölüblər, kimlər ki gələ bilməyiblər, öz məmləkətlərində mənim eşqimdən mənim həsrətimi çəkiblər. Onları mənə verib, mənim xətrimə onları bağışlamadıqca məhşər meydanına gəlməyim. Ta ki Kəbəyə söz verilir bu, Kəbə mürəssəq, gözəl geyinmiş bir gəlin kimi, nazlı zərxaralı məhşər meydanına gəlir yazılır kitabda və o adamlar ki hac qılıblar, təvaf eləyiblər,
yolda vəfat eləyiblər və hacca gedə bilməyiblər, amma haccın həsrəti ilə yanıblar, eşqi ilə yanıblar. Mən onları görmüşəm. Əsl hac üçün yanan adamları ki, lap qoca kişilər artıq gedə bilmirdilər hacca, xəstə idilər 90-cı illərin əvvəlləri, 80-ci sonları. Onlar hacca gedə bilmədikləri üçün göz yaşı tökülür. Mömin, salih. Onda məscidə bir mən idim, uşaq. Qalan hamısı qoca kişilər idi. Onlar ağlayırdılar. Və möhtərəm cəmaat-ül müslimin, uşaq ki, necə atasının, ənasının əlindən tutar, həmin tərtibat qayda üzərinə bu hacılar, haccın həsrətini çəkənlər Kəbənin örtüyündən, libasından tutarlar və Allah-u Teala'nın cənnətinə girərlər, deyir, yazılıb burada kitabda. Beləliklə, möhtərəm cəmaat, hac ibadəti gözəl bir Allah-u Teala'nın bizə nemətidir. Allah-u Teala hər birimizə halal ruzilər qismət eləsin, dəfələrlə hac ziyarəti qılmağa və hac ziyarəti bizim Allahın vəlisi, dostu olmağa səbəb olsun və gəlmiş olduğumuz evimizdə, məmləkətimizdə də örnək bir hacı Peyğəmbər əleyhissalatu vesselamın göstərmiş olduğu o ölçülərdə, o mənəvi kəmalatda bir mömin, bir müsəlman olmağı Rəbbimiz cümləmizə nəsib və müyəssər eləsin. Hazırda hacılarımız, zəvvarlarımız məmləkətimizdən yola çıxırlar. Allah-u Teala yollarını salamat eləsin və bu vəlayət məqamını orada əldə edərək gəlmələrini Allah Teala onlara nəsib və müyəssər eləsin. Selamun aleykum və rəhmətullah.